Moskva, Rusiya Teatr İncəsənət İnstitutunun tədris teatrı. Zal doludur. Səhnədə Musiqili Teatr Fakültəsinin tələbələri çıxış edir. Bugün burada Azərbaycan peşkar musiqisinin başlanğıcını qoyan Day bəstəkarın musiqisi səslənir. Konsert Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyinə həsr olunub. Tələbələrin ifasında Firuzə, Arşın, Malalan və Köroğlu əsərlərindən romanslar və aryalar səsləndi. Bu əsərlərdə Hacıbəyovun şərq melodiyalarını və xalq musiqi intonasiyalarını Avropa klassik ənləri ilə birləşdirdiyi qeyd olundu. Çıxış edən Azərbaycan Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev bildirdi ki, belə yüksək səviyyədə ifanı və bu qədər Azərbaycanlı temperamentini gözləmirdi. Səfir vurğuladı ki, Üzeyir Hacıbəyov bizim peşkar musiqi məktəbimizin banisidir. İncəsənət İnstitutunun müəllim heyəti isə Hacıbəyov yaradıcılığını tədris prosesinin vacib hissəsi adlandırdı. Təhsil prosesində tələbələr üçün, eləcə də universiteti bitirdikdən sonra teatrda işləyən rejissorlar və musiqili teatr aktyorları üçün yaxşı müəlliflə qarşılaşmaq bu bir növ talih hədiyyəsidir. Üzeyir Hacıbəyov isə yumşaq desək çox yaxşı müəllifdir. Ona görə də onun əsərlərindən həm vokal kafedrasında, həm də musiqili teatr aktyorluğu və rejissorluq kafedralarında geniş istifadə olunur. Bu çox vacibdir, çünki öyrənmək yalnız yaxşı musiqi üzərində mümkündür. Öğretmək gərək böyük musiqi ilə olsun. Ancaq o zaman nəticə olacaq. Это все очень важно, потому что учить надо на хорошей музыке, учить надо на великой музыке, тогда будет толк. Konsert həm də gənc ifaçılar üçün mühüm peşkar təcrübə oldu. Azərbaycan dilində oxumaq asan deyildi. Amma onlar üçün bu həm maraqlı, həm də unudulmaz bir təcrübə idi. Muzika прекрасная, сразу чувствуется темперамент, сразу передают. Musiqi möhtəşəmdir. Temperament dərhal hiss olunur. Həm müşayiət hissəsində, həm də vokal partiyasında bu enerji ötürülür. Amma Azərbaycan dilində oxumağı öyrənmək kifayət qədər çətin idi. Tələffüz baxımından. Biz alman, italyan, fransız dillərində oxuyuruq. Lakin məhz Azərbaycan dilində oxumaq ən çətin oldu. Amma eyni zamanda çox gözəl və zərif səslənir. Ümumiyyətlə, bu çox maraqlı təcrübə idi. Belə musiqini ifa etmək, xüsusilə də ilk dəfə Azərbaycan dilində oxumaq mənim üçün yeni bir mərhələ oldu. Çox hazırlaşdım, çox dinlədim. Dili bilən insanlardan soruşurdum, düzgün tələffüz edirəmmi ya yox. Amma bu musiqidəki harmoniyalar, kolorit, onun içində olan o xarizma, bunlar həmişə maraqlıdır. Tədris baxımından da bu çox dəyərli və faydalı bir təcrübədir. Konsertin hazırlanması bir neçə həftə çəkib. Proqrama Hacıbəyovun ən parlaq və sevilən əsərləri daxil edilir. İfalar həm rus, həm də Azərbaycan dillərində səslənib. Bu mənim üçün Üzeyir Hacıbəyovun yaradıcılığı ilə ilk ciddi tanışlıq idi və bu tanışlıq sadəcə möhtəşəm oldu. Mən çox xoşbəxtəm ki, biz bu layihəni həyata keçirdik. Çünki Avropa musiqisinin əsaslı klassik janrının Azərbaycan melodikliyi ilə necə birləşdiyini eşitmək sadəcə inanılmaz bir hissdir. Biz bu konserti çoxdan planlaşdırırdıq və nəhayət bugün o baş tutdu. Mən buna görə çox xoşbəxtəm. Moskvanın mərkəzində keçirilən bu konsert təkcə yubiley tədbiri olmadı. Həm də Rusiya ilə Azərbaycan arasında mədəni körpünün bir hissəsinə çevrildi. Üzeyir Hacıbəyovun musiqisi isə 140 ildən sonra da yaşayır, ruhlandırır və nəsilləri birləşdirir. İqbal İlqaroğlu, Real Televiziyasının Rusiya bürosu, Moskva.